أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا ونبينا أبي القاسم المصطفى محمد اللهم صل على محمد وآل محمد وآله الطيبين الطاهرين والمنتجبين والمعصومين سيما بقية الله في الأرضين ولعنة الله أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين ربي اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي قال الله تعالى في كتابه الكريم بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين صدق الله العلي العظيم. Söhbətimiz sahabelər haqqında danışırıq. Sahabelərdən aldığımız dərslər, onlardan götürdüyümüz ibrətlər müəyyən qədər az da olsa onların həyatına qısa bir baxış keçirək, həyatlarını vərəqləyək. Bir neçə sahabədən danışmışıq. Bugün də istəyirəm bir sahabədən danışım. Bəzi sahabələr var, fəqir yaşasalar da, amma qəlbləri çox zəngin olub. Vəfa məktəbinin əlaçı şagirdləri olub. Hətta belə bir yerə gəlib çatıblar ki, məsumlar qabaqcadan onların necə şəhid olacağını deyiblər. Məsumların sirrini daşıyıblar müəyyən qədər. Həmən bu sahabələrdən biri də Meysəm-i Təmmar. Bəzi tarixçilər yazırlar ki, Peyğəmbər görüşüb Peyğəmbərlə, Peyğəmbəri görüb. Bəziləri də yazırlar ki, yox, Peyğəmbəri görmüb. Sadəcə Peyğəmbər ondan məlumat verib. Amma hər halda böyük bir şəxsiyyətdir. Həqiqətən bu şəxsiyyət haqqında danışmağa dəyər. Nə qədər bizim həyatımızda önəm kəsb edir. Meysəm-i Təmmar Yahyanın oğludur. Nəhrivan torpaqlarında yaşayıb. Nəhrivan İraqla İranın arasında olan bir yerdir. Bir bölgə sayılır. Təmmar xurma satdığına görə adı belə qalıb, belə deyilib. Xurma satan olub, deyiblər Təmmar. Əvvəlcə Bəni Əsəd qəbiləsindən olan bir qadının qulu idi. Qul olub. Əli əleyhissalam Meysəmi alıb azad edir. Azad edir və bundan sonra Əli əleyhissalamın olur şagirdi. Olur ən yaxınlarından biri olur Meysəm. Bəli, oğlanları olub, deyirlər 6 oğlu olub, nə qədər də nəvəsi olub. Əhl-i Beytə bağlı olublar hamısı. Əhl-i Beyti seviblər. Əli əleyhissalam deyir ki, Meysəmi Peyğəmbərin dilindən eşitdim. Eşitmişəm. Keçmişini Əliyə danışıb. Meysəm-i Təmmar. Əli əleyhissalamla da tanışdığı, Əli əleyhissalam xilafət dövründə baş verib, Meysəmlə görüşür, sonra da Meysəmi alıb azad edir. Belə olub. Deyirlər, çox elmli insan olub Meysəm. Özü də hazır cavab olub. Heç bir sözün altında qalmazdı. Deyən kimi cavabını verirmiş. Çox elmli olub, savadlı olub. Qur'anın təfsirini öyrənib Əmir əl-Mömin əleyhissalamdan. Natiq-i Qur'andan Qur'an təfsiri öyrənib. Yəni Qur'anın batindən nüfuz eləyib. Belə bir şəxsdir. Meysəmin fəzilətləri natiqlik. Natiqlik, qəşəng natiqliyi varmış, bəlağəti varmış, danışmaq varmış. Bu qabiliyyətə malik imiş. Fəsih idi, danışığı idi, çox güclü idi Meysəmin. Danışanda deyir, insanları təlatüma gətirərdi. Sözü yerində deyirdi, dəqiq deyirdi. Və belə bir şəxs idi. Mühüm bir adam idi.
Quran təfsirçisi. Quran təfsirçisi. İslamın da ilk dövrlərində deyib, hədis rəvayətçisi idi. Xüsusi istedada malik olub, Əli əleyhissalamdan da çox hədislər eşidib və nəql eləyib. Dördüncü digər bir fəziləti sirləri bilib. Hər adamın işi deyil. Sirrə vaqif olsun, sirləri bilsin. Sirri bilib. Meysəm deyib, bir çox gələcək hadisələrdən xəbərdar idi. Bəzən də onları öncədən deyirdi. Bəzi şeyləri özündə saxlayırdı, demirdi. Bəziləri lazım olurdu, deyirdi. Bunların da deyir, hamısını Əmir əl-Momini öyrətmişdi. Müəllim Əmir əl-Momini, tələbə də şagird də Meysəm Təmmar. Qəlbi pak insan. Bir çox deyib, fitnələrin baş verəcəyini bilirdi. Özünün deyib və başqalarının necə öləcəyini bilirdi. Belə bir şəxs idi. Allah yolunda öldürülmək Meysəm Təmmarın və Həbib İbn Məzahirin ən böyük arzusu idi. Hər ikisi də öz arzusuna çatır. Hər ikisi öz arzusuna çatırlar. Bir günləri Əmir əl-Momin əleyhissalam Meysəmə deyir. Meysəm, Allaha and olsun, bir günü görürəm ki, bizi olan o şiddətli məhəbbətə görə sənin dilini kökündən qoparacaqlar. Əleyhissalamın fəzilətindən danışırdı, söyləyirdi, cəmaatı ayıldırdı, deyirdi. Qəlbi pak insan idi. Əleyhissalamın da məhəbbəti dolu idi bunun qəlbində. Danışırdı cəmaatı. Əleyhissalam deyir, Meysəm, bir günü görürəm ki, o məhəbbətə görə, bizə olan məhəbbətə görə dilbi kökündən qoparacaqlar. Dibindən kəsəcəklər. Və ruzini qazandığın xurma ağacı var, ha? Səni deyir, oradan asacaqlar. Xurma ağacından asacaqlar. Elə də olur. Dilini qopardırlar və xurma ağacından da asırlar. Meysəm Təmmar. O qədər deyir, Əmir əl-Mominə mehriban idilər. Çox dəhşət dərəcədə mehriban olublar. Tarix yazır ki, bir gün Meysəm dayanıb xurma satır. Xurma satan da işi odur. Dayanıb xurma satır. Əmir əl-Momin əleyhissalam gəlir buna baş çəkir. Gələrmiş bazarda baş çəkərmiş tez-tez. Meysəmə, Əmir əl-Momin və dostunun görüşünə gəlir. Meysəmi Əmir əl-Momini başa düşərdi hələ. Gələrmiş, danışarmış, biraz ondan gedərmiş. Bir gün də deyir, gəlir, Meysəmin işi çıxır. Deyir, Əlican, biraz burada otur dükanda, mənim bir işim var, gedim onu həll edeyim, qayıdırım. Əmir əl-Momin, buyur Meysəm, get. Meysəm getdi, Əmir əl-Momin üzünü bağlayıb, dayanıb. Meysəmin yerinə xurma satır Əmir əl-Momin. Necə şəxsiyyət olub Əmir əl-Momin əleyhissalam. Allahu Ekber. Necə sadə hakim. Sadə imam. Bir nəfər girir içəri, əleyhissalamı tanımır, görmür. Görür ki, dayanıb bir nəfər xurma satır. Xurma istəyirəm, əleyhissalam deyir, buyur. Pul verir, xurma götürür, gedir. Biraz keçəndən sonra Meysəm qayıdır. Meysəm qayıdır, gəlir, deyir, görür ki, xurma satılıb. Baxır pula, görür ki, pul yalancı puldur. Əleyhissalamı aldadıb. Pul yalancı puldur. Deyə Əli sənə aldadıblar. Yalancı pul veriblər sənə. Xurmanı. Deyə, mənə aldada bilməz. O mənə aldada bilməz. Neysə. O gələcək. Xurma ona şirin ola bilməz. Xurma ona acı olar, acı. Elə biraz keçmişdi ki, həmən xurmanı kim ki almışdı, qayıtdı, dala gətdi, tökdü xurmanı ki, buna xurmaları satmışsan mənə acıdır. Əleyhissalam dedi, xurma acı deyil, xurma şirindir. Meysəm bir dənə xurmadan ye. Meysəm götürdü, xurmanı qoydu, ağzına gördü. Xurma şirindir, ya Əlizan şirindir. Bu insan deyir, təzədən götürdü, deyir, xurmanı qoydu, ağzına deyir, acıdır məndə. Deyir, acıdır pulumun müqabilində deyir.
Özün mənə yalançı pulu vermirsən, istəyirsən ki, yediyin bir şey şirin olsun. Allah bunun içərisində ondan sonra Əmir Əl-Momin üzünü açır, görür Əmir Əl-Momini, deyir, mən bilmədim filan və s. Yəni nəysə onda işim yoxdur. Bunu demək istəyirəm ki, buradan özündə də bir dərs var ha. Bəzi insanlar onu bunu aldatmaqla nəsə əldə ediblər, bunlara şirin deyil əslində, acıdır. Bir gün o acılığı dadacaqlar. Bir gün o acılığı dadacaqlar. Burada da dadmasalar, qiyamətdə dadacaqlar. Belə idi. Meysəmin ümumiyyətcə həyatından aldığımız dərs budur ki, yəni o sadəcə xurma satan deyildi Meysəm. O sədaqətin dili və vilayətin səsi idi. Vallahi Meysəm belə idi. Vilayətin dili, vilayətin səsi, sədaqətli. Onun həyatı bizə göstərir ki, böyük olmaq üçün vəzifə, imkan yox. İman lazımdır, vəfa lazımdır. Ola bilər insanın vəzifəsi olsun, pulu olsun, amma böyüməz o insan. Amma ola bilər insanın heç imkanı olmasın, amma vəfası var, imanı var, sədaqəti var, o insan böyüyər. Vilayətdə sədaqət dərsi Meysəmdən ala bilərik. Meysəm Əli Əleyhisselama olan sevgisindən heç vaxt geri dönmədi. Dilini kəssələr belə haqqı deməkdən keçmədi. Haqq yolunda sevgi heç vaxt iddianla olmur. O bəziləri deyir, bağ belə, bostan belə. Yox. Haqq yolunda sevgi o dillə deyil, mən onu iddia edeyim ki, mən səni çox sevirəm. Yox. O fədakarlıqla, əməllə sübut olan bir şeydir. Əməl meydanında görəndə deyirlər, hə, bu başqa. İnsan danışığına çox şey verməzlər, əməlinə bir şey verərlər. Təsəvvürən insan öz öləcəyini bilir. Necə öləcəm? O zalimlər elə bildilər ki, onu ağacdan asmaqla da hekayəsi bitdi. Hekayəni bitirəcəklər. Amma bilmədilər ki, Meysəm dar ağacında ucaldı. Onun hekayəsi elə oradan başladı. Bunlar onu başa düşmədilər. Elə bildilər ki, bir nəfərin dilini kəsməklə, aparıb onu dar ağacından asmaqla məsələ bitdi. Yox, məsələ bitmədi. Əksinə, məsələ daha da qabardı. Bəziləri taxta əyləşdilər. Taxta oturdular, kürsüdə oturdular. Amma tarixdə adları qalmadı. Qalsa da pis qaldı adlar. Amma Meysəm ağacdan asıldı, tarixdə eşqin simvolu oldu. Tarixdə də adı da yaxşı kimi hallandı. O qədər yaxşı kimi qaldı ki, qaldı, axırda qəbri ziyarətgahı çevrildi. Küfədə Əmir Əl-Momin əleyhissalamın belə deyək, evinin yanında Meysəm-i Təmmarın ziyarətgahı. Vəqtdə gəlib çıxdı. Meysəmi qaldırdılar dar ağacına. Baxın, siz Allah. O az bir anlarını, az bir nəfəslərini hara sərf edir. Gör, məhəbbət neymiş insanı. Məhəbbət qoymur insan özündən danışsın. Məhəbbət insanın vücudunu bürüyür, özü qalmır. Sevdiyin qalır. Eşq belədir. Sarmaşıq, görmürsünüz, sarmaşıq bir yerə dolanır. Məsələn, ağaca dolansa, ağacın o bütün nəfəs yollarını tutur. Sarmaşıq özü qalır, özü qalır, ağac özü quruyur orada. Eşq həmən sarmaşıq sözündəndir. Eşq belə insanın vücudunu bürüyür, insanın istəkləri olmur orada. Meysəmin istəkləri yox idi. Əmir Əl-Momin istəkləri var idi. Meysəm belə bir şəxs idi. Meysəm iz qoymurdu. Əmir Əl-Momin izi ilə gedirdi. Ona görə Əmir Əl-Momin ona sir verib. Deyərdilər, Əmir Əl-Momin əleyhissalamın sirrini bilən. Belə bir şəxs idi. Çıxartdılar bunu, assınlar ağacdan. Dedilər, axır sözü nədir? Axırıncı sözləri denən. Meysəm cəmaatı dedik, yaxın gəlin. Cəmaatı yığdı yaxına.
Meysəm dedi, gəlin sizə Əli əleyhissalamın fəzilətlərindən danışım. Bəh, bəh. Başladı Əli əleyhissalamın fəzilətlərindən danışmağa. Tez oradan əmr verdilər ki, onun dilin kəsin. Dilin kəsin, qoy danışmasın, dilini dibindən qopardın. Meysəm dedi ki, ağam Əmir əl-Mömin əleyhissalam düz demişdi, ağam. Bilirdim həqiqətən bu belə də olacaq. Dilimi kəsib ondan sonra məni asacaqlar. Dilini kəsib ondan sonra asırlar. Belə bir şəxsdir Meysəm. Meysəm şəhadət şərabını içdi. Bu ən yaxşı ölümdür. Bu ən yaxşı ölümdür. Hədis var, Peyğəmbər buyurur ki, əşrəfül mevt qətlu şəhadə. Buyurur ki, ən şərafətli ölüm şəhadət yolunda öldürülməkdir. Ən şərafətli budur. Uca və izzətli ölüm Allah yolunda can verməkdir. Çünki şəhid öz qanı ilə imanını möhürləyir. Şəhid belədir. Öz qanı ilə nə edir? Möhür vurur öz imanının üstünə. Deyirlər, şəhidin qanı ümumiyyətlə yerə tökülmür. Haqq sevər, haqq yolunda çalışan deyir, insanların damarlarına tökülür. Axır şəhidin qanı. Meysəm-i Təmmarın qanı tarixin səhifələrindən keçə-keçə mərd insanların damarlarına tökülür. Hələ də bu gedir. Və belə bir şəxsiyyət. Allah-u Teala belə bir şəxsiyyətin ruhunu bizə şəfaətçi qərar versin. İlahi pərvərdigara sənə and verirəm, izzətivə, cəlalıvə, kərəmivə, kəramətivə, böyüklüyüvə. İlahi pərvərdigara İmam Zaman ağanı salamat edə. O ağanın nazənin qəlbini bizlərdən xoşnud edə. Ağanın zuhrunu təcil edə. Ömrümüzə, dinimizə, ibadətimizə, itaətimizə, azacıq olan bu xidmətlərimizə bərəkət inayət edə. İlahi pərvərdigara xidmət ruhiyyəsini qəlbimizdə yarat, insanlara xidmət eləməyi bizlərə nəsib elə. İlahi pərvərdigara, indi bizi izləyən əzizlərimizin qəlblərində nə hacətləri var, hacətlərin rəva elə, ömürlərinə bərəkət ver, ailələrinə bərəkət ver. İlahi pərvərdigara, onların evlərinə öz rəhmətvi, məğfirətvi, bərəkətvi, ruzivi nazil elə. Xəstələri varsa evlərdə, xəstəxanalarda tezliklə şəfa-i acil inayət elə. Oruç tutubsa ilahi pərvərdigara, tutduğu orucu, etdiyi ibadətləri onlardan qəbul elə. Tutmayıblarsa onlara oruc nəsib. İlahi pərvərdigara, bütün xəstələrimizə, nəzərdə olan bütün xəstələrə ilahi pərvərdigara, xanım Zəhra salamullahi əleyhanın əli ilə şəfa-i acil mərhəmət elə. İlahi pərvərdigara, evlatlarımızı Əli əleyhissalamın məhəbbəti ilə böyüt, pərvəriş ver. İlahi pərvərdigara, əslimizdən, nəslimizdən əhl-i beytə düşmən qərar vermə. Bizləri əhl-i beytdən, Qur'andan ayrı salma. Ölən valideynlərimizi öz rəhmət və qərq elə. Qalanları sağ və salamət elə. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur elə. İlahi pərvərdigara, qazilərimizə şəfa-i acil inayət elə. İlahi pərvərdigara, o əzizlərimiz ki, xidmətdədirlər, ilahi pərvərdə tezliklə sağ və salamat xidməti başa vurub öz ailələrinə qayıtsınlar. İlahi pərvərdigaram, bir an belə olsa bizi öz başımıza buraxma və aqibətimizi xeyr elə. Peyğəmbər və əhl-i beytinə salavat zikr. Allahümme salli ala Muhammed və ali Muhammed.